Elə ancaq dildədir, əxi bir-birimizə dildədir o. Biz qardaşıq da, biz qardaşıq. Qardaş nə deməkdir? Bax, həmişə öz doğma qardaşını yadıva sal. Əgər sən başqa qardaşlarla o doğma qardaş kimi deyilsənsə, deməli problem var. İmanda problem var. Bax, Allah Subhanahu taala nə deyir ayədə? Deyir ki: "Və-cealna ba'dakum li ba'din fitneten etasbirun." Sizin bəziniz üçün fitnə etdik. Görək ki, siz imtahandan çıxacaqsınız. Görək ki, siz səbr edəcəksiniz. Ola bilsin bir qardaş gəlib bizə qəzəblənsin, bizə pis söz desin. O qardaşın sözünü biz əritməsək, biz həzm eləməsək, cahillər həzm eləyən deyil ki, qardaş. O bizim qardaşımızdır, canımız, yərimiz. Qoy desin də nə olacaq? 2 dəqiqə sonra, 5 dəqiqə sonra hirsi soyacaq. Deyəsən, qardaş, hirslənmişsin, amma belə eləmə. Biz qardaşıq. Bu da ədəb, bu da əxlaq. Yoxsa görsən bir qardaş hirslənib, o birisi çıxıb deyir ki, gedək səninlə söhbət eləyək. Ayıbdır, qardaş, vallahi ayıbdır. Hanı bəs qardaşlıq, hanı bəs qardaşlıq? Əmələ gələndə yaddan çıxır hamısı. Birimiz güclü ola bilərik, birimiz zəif ola bilərik. Güclülərimiz zəiflərə səbr eləməlidir. Əgər biz bir-birimizə səbr eləməsək, kimdir bizə səbr eləyən? Bax, Allah deyir, sizin bəziniz üçün imtahan etdik. Fitnə etdik. Ətasbirun, görüm siz səbr edəcəksiniz. Ona görə alimlər deyir ki, əgər bir hadisə baş verəndə səbirli ol deyir. Əgər deyirsən, qəzəblənsən deyir, o imtahandan çıxmamış sayılacaqsın. Qəzəblənmə. Həmin moment gələndə səndə həmin moment nə olur? Tələb olunur ki, sən səbr eləyəsən. Ona görə hədisdə gəlib ki, "Əs-sabru ində sadmətil ulə." Səbir ilk vaxtı olan səbirdir. Ondan sonra səbir artıq səbir deyil. Necə ki, o qadın ağlayırdı, yəni onun yaxını vəfat eləmişdi. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, ey qadın səbirli ol. O da deyir ki, sən bilmirsən mənim başıma nə gəlir. Peyğəmbər sallallahu əleyhi və səlləm çıxıb gedir. Sonra ona deyirlər ki, sən bilirsən kimə cavab verdin elə? Deyirlər ki, Allah Rəsulü sallallahu əleyhi və səlləm idi. Tez gəlib üzrxahlıq edir, ya Rasulullah, mən indi səbr edirəm. Allah Rəsulü sallallahu əleyhi və səlləm deyir ki, "Əs-sabru ində sadmətul ulə." Səbir öz vaxtında, ilk vaxtında olan səbirdir. Ona görə bir fitnə olanda, bir nəsə dalaş olanda qardaşların arasında 1-2 bax səbir məqamıdır. Həmin məqamda elədin, çıxdın. 5 dəqiqə, 10 dəqiqə vaxtı var. Eləmədin, həmin fitnədən çıxmadın. Həmin fitnəyə görə cavab verəcəksən.